Sabahınız xeyir olsun bütün əziz tamaşaçılar. Mənim şikayətim bundan ibarətdir ki, 2019-da Əliyev Vüsal Alıoğlu qardaşım heyvançılığa yazılmışdı. Hüzur rayonu Məzbiri Keçkin Əliyev Sülhəddin Alıoğlu. Onu bildirirəm ki, Baybəy Tağıyev Yelmar oğlunun qəbulunda olmuşam. Anar müəllimi qəbulunda olmuşam mavini. Mənə anlatdılar ki, get otu al bir qapağa qardaşın heyvanları veriləcək. 1800 dəyərində 1800 manat dəyərində mənə 50 manat Füzuran prakatriyası Telman müəllim pul ödətdi. Babək müəllimdən, Anar müəllim şəxslərdən ödətdi də pulu mənə. Cənab Prezident, sizə üzümü tuturam ki, biz ağır vəziyyətdə yaşayırıq, 4 nəfər əlil. Mən özüm Türkiyəyə gedib gəlmişəm. Fevral ayının 3 olmuşam Türkiyədən, mart ayının 7 olmuşam Azərbaycanda. Cənab Prezident, dəfədalarla belə baş prokurorluqdan məktubun cavabları gəl Füzuran prokurorluğuna belə yollayırlar. Bu da yazılıb ki, bir cinayət bir əsas olunmamışdır. Cənab Prezident, bax. Məktub sayıları çoxdur, dəfədalarla bütün məktublarımın sayıları hamısı çoxdur burada. Mən buradan üzümü tuturam. Füzuli rayon başçısı Ali Aliyev cənablarına çox sağ olsun, təşəkkür edirəm. Bizə həmişə dəstək olur, bütün xalqa dəstək olur. Buradan üzümü tuturam. Baş prokuror Kamran Əliyev cənablarına. General Polkovnik Vilayət Eyvazov, Daxili İşlər Naziri. Ondan sonra TTX General Polkovnik Əlnağıyevə üzümü tuturam. Sizdən xahiş edirəm bu Anar şəxsli, Babək Tağıyev şəxsli adamlardan, Füzuli rayon məşğul olan işçilərlə mənim bu 1800 manat dəyərli pulumu ödətdirəsiniz. Məni bunlar xərcə saldılar. Xəstə adam. Ot aldılar, 100 bağ vurdular qapıya. Dələduzluqla mənə anlatdılar ki, heyvanları veriləcək. Heyvanlar da başqa adamların heyvanları verildi, imtina cavabı gəldi. Bunlar məndən pul istəyirdilər. Cənab Prezident, sizdən xahişim odur ki, belə adamlara bir tədbir görəsiniz. Cinayətkarlara, dələduzlara. Siz dəfədalarla sizin videolarınızı, çıxışlarınızı atıram orqan işçilərinə. Deyir, get işinlə məşğul ol. Məni atırlar bloka. 4 nəfər də evdə əlil yaşayır. Deyirəm, Cənab Prezidentimiz bilir. Hər vətəndaşlara kömək göstərir, diqqət göstərir. Mən özüm xəstəyəm, 180 manat təqaüd alıram. Deyir, oldu xəstən ağarım. Get prezidentindən kömək istə. Mən məşğul olan işçilərdir. Mənə dəfələrlə zəng edirəm ki, prezidentimiz sağ olsun. Hər bir vətəndaşlara kömək göstərir. Üzümü sizə tuturam, Mehriban ana. Buradan üzümü tuturam sizə. Leyla bacı. Cənab prezidentimiz, İlham Əliyev cənabları. Xalqımızın prezidenti Ağsaqqalı. Xahiş edirəm sizə qadın hanım, mənə köməklik göstərəsiniz. Özüm də xəstəyəm, 3-cü qrup əliləm, bir də asma xəstəsiyəm. Sizdən xahiş edirəm, möhtərəm Ali Başkomandan, bu məktubların cavabları gəlir mənə Babək Tağıyevdən, Əhalinin Sosial Müdafiə Nazirinə, Anar Əliyevə də müraciət edirəm, Cənab Prezident, Anar müəllim də bu işə baxmır. Sizdən xahiş edirəm, Əhalinin Sosial Müdafiə Naziri Anar Əliyevə də bu tədbiri görürsün. Dəfədalarla mənim şikayətimə baxmır, getmişəm, möhtərəm Ali Başkomandan, getmişəm Nazirliyə də, Əhalinin Sosial Müdafiə Nazirinə. Namiq Malik var orada, oranın şöbə müdürü. Dəfədalarla mənə Allah'da deyir, bunu pasportunu alın, qeydiyyətə vurun, gedirəm, heç bir nəticə çıxmır. Mən deyirəm, mən heyvan istəmirəm də, qardaşımın heyvanı istəmirəm, madəm maddi ziyan ödənilsin. Möhtərəm Ali Başkomandan, sizdən xahiş edirəm, bir artıq dərəcədə mənə bir köməklik edin. Sizdən xahiş edirəm, üzümü sizə tuturam. Ailə vəziyyətimiz çox ağırdır.